Bugünkü dərsimizdə 5-ci sinif texnologiyadan parçanın emalı bölməsindən ümumiləşdirici dərsimizdir. Burada təlim üsullarından bulum kubundan istifadə edirik. Kubun üzərinə yazdığımız mövzulara dair sualları şagirdlərimiz cavablandıracaqlar. Buyur Aləmzər, kubu ata bilərsən. Buğa vermə nədir? Buğa vermə parçanı birinci dəfə kiçilməsin deyə yuyub, qurudub, ütüləyirlər. Bu da pambıq və katan parçalara aiddir. Doğrudur uşaqlar. Bəli. Əlişə bilərsən. Mədinə gəlsin. Parçanın növlərinə görə ütüləmə temperaturu. Mən pambıq və katan parçalarda 180-200 temperaturu. İpək parçalarda 110, yun parçalarda 150, mən sintetik parçalarda isə 100. Doğrudur uşaqlar. Bəli. Əlişə bilərsən. Uğur gəlsin. Oxu. Parçanın növlərinə görə ütüləri. Əlavə hatta onu Məsələn, buğa vermə nədir? Katan parçaları əvvəl parçaları yuyurlar, sonra qurudurlar. Bundan da katan parçalar düzəlir. doğru dedi uşaqlar. Gülağa. Gözlərdən məlumatə qədər məsafə nə qədər olmalıdır? Gözlərdən məlumatə qədər məsafə təxminən 30 sm olmalıdır. Doğru dedi uşaqlar. Əyləşə bilərsən. Ayla. Buyur kızım. Növlərinə görə ütülənmə. Onu tezidən at. O sual gəlmişdi. Tezidən at kızım. Biraz yavaş. Parçanın kiçilmə ardıcılığı. Biçilmə ardıcılığı. Əvvəlcə mən Biçilmə ardıcılığı. Buğa vermə. vermə, kəsiklərin aradan qaldırılması, əlin aşkar edilməsi, kəsiklərin Düzəldilməsi. edilməsi, sonra parçanın sərilməsi. Qüsurların aşkar olması və parçanın sərilməsi. Aferin kızım. Əyləş. Sonra kim iştirak eləmək istəyir? Zeynəb. Buyur Zeynəb. Parçanın biçilmə ardıcılığı. Yenidən at. O sual gəlmişdi. Bir daha at. Böyle tərəfə. Mümkünün detallarını kəsib çıxartmaq üçün hansı qayçıdan istifadə etmək lazımdır? Kağız üçün qayçı istifadə. Doğrudur uşaqlar. Bəli. Ay sağ ol. Əyləşə bilərsən. Solmaz gəlsin. Tekrar sual düşəndə yenidən atın. Oymaq nədir? Oymaq barmaqları deşilməkdən qoruyur, sağ əlin orta barmağına taxılır. Doğru dedi uşaqlar. Bəli. Əyləşə bilərsən. Mələk. Tekrar sual gələndə bəli yenidən at. Parçanın növlərinə görə ütüləmə temperaturu, pambıq və kətan 180-200 dərəcə, ipək parça 110 dərəcə, yun parça 150, sintetik 100. Doğru dedi uşaqlar. Bəli. Bəli. Aferin kızım. Gülşən gəlsin. Ütülərin çəkiləri nə qədər olur? 1-5 kiloqram. Doğru deyir uşaqlar. Bəli. Doğrudur kızım. Əyləş. Mədinə yenə gəlmək istəyir. Gəl Mədinə.
Arda təkrar sual gələcək. Eybi yox qızım, deyə bilərsən. İş zamanı gövdənin vəziyyəti mən düz vəziyyətdə olmalıdır. Biraz isə irəli. Doğru dedi uşaqlar. Doğrudur, əyləş. Solmaz gəlsin. Parçanın növlərinə görə ütülərin temperaturu. Pambıq və kətan parçalar 180-200 dərəcə Celsius, ipək parçalar 110 dərəcə Celsius, yun parçalar 150 dərəcə Celsius, sintetik parçalar 100 dərəcə Celsius. Doğru dedi uşaqlar. Doğrudur, əyləşə bilərsən.